Dubay dünyanın ən maraqlı və heyran edici şəhərlərindən biridir. Bütün bu dəbdəbəli göydələnlər, bahalı avtomobillər və tonlarla qızıl əlbəttə ki, təəssürat yaradır. Bundan başqa, Dubayda il boyu hava gözəl olur. Amma günəşdə də ləkələrin olduğu məlumdur. Dəbdəbəli Dubayın simasına fələk gətirən bu ləkələrdən danışacağıq. Dubay sürətli templərlə inkişaf edir və tikilir. Təbii ki, inşaat üçün işçi qüvvə lazımdır. Bu insanlar çox ağır şəraitdə işləyirlər. Sutkada 14 saat və çox zamanda dəhşətli istidə, yayda temperatur 48 dərəcəyə çata bilir. Dubayda çəkilən bəzi cəsur şəkillər yanlış təsəvvür yarada bilər. Bu şəhərdə liberal qaydalar hökm sürmür. Məsələn, ictimai yerlərdə öpüşmək qadağandır. Öpüşmək nədir? Hətta əl-ələ gəzmək də olmaz. Bu qaydaları pozan turistlər cərimə ödəməli və hətta həbsxanaya düşə bilərlər. Seks, narkotik və spirtli içki ilə bağlı olan hər şeyə qarşı qanun sərtdir. Küçədə əlləri açıq gəzdiyi üçün xanımların problemi yarana bilər. Amma gecə düşdükdən sonra hər şey dəyişir. Dünyada ən qədim sənət Dubayda çiçəklənir. Burada $500 bir saatlıq xidmət təklif edən 30.000 fahişə var. Dubay səhrada yerləşir. Deməli, içməli su ilə əlaqədar problemlərdən xəbərdardırlar. Əlbəttə, əgər pulu ağacdan dəlirlərsə, narahatçılığa əsas yoxdur. Ən pisi isə odur ki, burada ümumiyyətlə suya qənaət etmirlər. Qara qızılınız bol olduğu halda səhranın ortasında cənnət məkan qurmaq elə də çətin deyil. Əslində bütün yaxın şərq, eləcə də Birləşmiş Ərəb Əmirlikləri bunun sayəsində ayaqda durur. Amma bu daima davam edə bilməz. 20 ildən sonra neft tükənməyə başlayacaq və ya onun qiyməti elə bahalaşacaq ki, insanlar alternativ enerjidən istifadə etməyə başlayacaqlar. O zaman Dubayın sabun köpüyü partlayacaq. 21-ci əsrdə yaşayırıq. İnsanlar artıq ilkçiliyi normal hesab etmirlər. Amma bəşəriyyət istisnalar etməyə hazırdır. Məsələn, deyəsən ilkçiliyin Dubayda hərəkət verici qüvvə olduğu heç kimə maraqlı deyil. Bu şəhərdə qaydalar sərtdir. İnsanın pasportu ona qarşı münasibəti müəyyənləşdirir. Yəni insanlar bilik və bacarıq əsasında deyil, milliyyəti əsasında məvacib alırlar. Kənardan Dubay gözəl görünür, amma bir qədər dərinə keçsək, burada iş şəraitinin çox ağır olduğunu görərik. Gözəl həyat haqqında arzular, burada ağır iş, təhqir və az məbləğli maaşa çevrilir. Şəhərdə daimi inşaatlar, kanalizasiya sularının və kimyəvi tullantıların həcminin artmasına gətirib çıxarır. Ətraf mühitin mühafizəsi və təmizləmə sistemlərinə pul xərcləməyə heç kim də razılaşmır. Onlar daha çox bu tullantıları harasa, məsələn, elə birbaşa dənizə tökməyə üstünlük verirlər. Dubay yollarında bahalı avtomobillər çoxdur. Onların sırasında nadir və çox bahalı avtomobillərə rast gəlmək olar. Avtomobil sürmək isə burada həyat üçün təhlükəlidir. Belə ki, sürücülərin əksəriyyəti inci davranış və yol hərəkəti qaydalarına riayət etməkləri ilə seçilmirlər. Dubayda işləyən və yaşayanlar orada süni ağaclardan başlamış, simalarda olan saxta gülüşlərə qədər hər şeyin süni olduğunu deyirlər. Zənginlər Dubayı yalnız süni məkan kimi inşa ediblər. Əgər Dubay insan olsaydı, bu minlərlə plastik əməliyyat keçirmiş və dəmirdən ürəyi olan bir adam olardı. Dubayda dəbdəbəli gecələr, avtomobillər və zəngin insanlar çoxdur. Amma bədbəxt və heç kimə lazım olmayan insanlar da az deyil. Əgər şirkət bizneslə problem yaşayırsa, o zaman onun əməkdaşları da problemlərlə üzləşir. Onların evləri əllərindən alınır. Bəziləri hətta həbsxanaya düşərlər. Sonapur Dubayın kiçik rayonudur. Buranı kasıb fəhlələrin evi də adlandırmaq olar. Bəzi dəyərləndirmələrə görə Sonapurda 150.000 fəhlə çalışır.
Dubayda bəzi insanlar pullarını xərcləməyə yer tapmırlar. Kimi qızıl avtomobil alır, kimi dollarlarla dolu hovuzda çimir. Şeyxləri itlər və ya pişiklər artıq əyləndirmir. Onlara görə də onlar pələng, bəbir və ya başqa eksotik heyvanlar alırlar. Heyvanların əzab çəkdiyi isə onları maraqlandırmır. Dubayda insanlar öz fikirlərini yalnız hökumətin fikri ilə uzlaşdığı müddət boyunca səsləndirmək olar. Əks halda məxfi polis işini yerinə yetirərək qiyamçıya iki variant, ya susmağı, ya da əlində olan hər şeyi itirməyi təklif edəcək. Hökumətlə mübarizə aparmaq demək olar ki, faydasızdır. Xüsusilə də əgər nəzərə alsaq ki, Birləşmiş Ərəb Əmirliklərinin əhalisinin 80%-i mühacirlərdir. Dubayda 20, 50, hətta 100 ildə yaşasanız, bunun xeyri yoxdur. Ona görə də əgər siz həddən artıq çox danışırsınızsa, deportasiya edilə bilərsiniz.